Bəyə Elman Əzizov yazır. Anar vəzifədən gedən kimi ayaqlar altında qalacaq və inanıram ki, bu tezliklə baş tutacaq. Bəs yox, daha önce mən elə fikirləşirəm ki, dirənib. Yəni, istər-istəməz, yəni mən inanın, mən təəccüb elədim. Anarın bu boyda yəni yaşaması təəccüblü olan bir şeydir. Amma gəlin belə danışaq da, yəni mən inanın, mən Fəxri Xiyabanı addım-addım gəzmişəm. Hərdən bir o televiziyada boş vaxtlarım olanda gəlirdim, girirdim, baxırdım. Məsələn, deyək ki, gedin Fəxri Xiyabana Bakıda yaşayanlar deyirəm. Fəxri Xiyabanında əvvələ gedin, baş tərəfə, orada Aynə Sultanovanın Müsavat Cəllatları tərəfindən onun qəbrizadı var, orada gedin, baxın, orada yəni adamlara baxırsan, yəni elə adamlar var ki, orada çox az adamlar var, inanın mənə, yəni az adamlar var ki, yəni bu Azərbaycan xalqına xidmət edir. Qalan hamısı Azərbaycan xalqına, deyək ki, Azərbaycan xalqını qıran, Azərbaycan xalqını satan, Azərbaycan xalqına əlindən gələn pisliyi eləyən adamların qəbirləridir. Mən ona görə bugün hərdən bir müraciət edirəm. Müraciət edirəm ki, Fəxri Xiyabana görə bu milləti satmayayım. Şairlərimizə, yazarlarımıza deyirəm və Fəxri Xiyabana da düşməyə can atmayayım. Biz həmin o Fəxri Xiyabanı muzeyə çevirəcəyik və orada hər bir adamın xidmətini böyük tabloda vurub oranı muzeyə çevirəcəyik. Muzeyə çevirəcəyik ki, gələn gedən adamlar baxsınlar ki, burada yatanlar kimlərdir? Yəni, millətə xidmət edən yox, millətə güllə atanlar. Məsələ budur.